Təsəvvür edin ki, bax qarşınızda çox mürəkkəb, belə rəqəmsal bir seyf var. Yəni, elə-belə bir seyf deyil də bu. Hə, yəqin ki, xüsusi şifrəli bir şeydir. Düz tapdınız. Şifrəsi tam olaraq 100 rəqəmdən ibarətdir. İndi tutalım ki, yoldan keçən hər hansı bir adam yaxınlaşır, heç bir yerə baxmadan o 100 rəqəmi ilk cəhdəcə, həm də ardıcıl və səhvsiz yığır və seyfin qapısı açılır. Siz buna nə deyərdiniz? Yəni, kimsə buna sadəcə bəxt və ya təsadüf deməz hər halda. Tamamilə düzdür. Bəxt deməzsiniz. Dərhal düşünərsiniz ki, bu adam şifrəni əvvəlcədən bilirdi. Yəni, ortada şuurlu bir müdaxilə, əvvəlcədən cızılmış bir plan var. Bax, bugün biz birlikdə kainatımızın da məhz belə bir seyf kimi əvvəlcədən planlaşdırılıb planlaşdırılmadığını iddia edən mənbələri incələyəcəyik. Xoş gəlmisiniz. Sizi bu materialların çox dərin bir təhlilinə səmimi qəlbdən dəvət edirəm. Hər kəsi salamlamaq mənə də çox xoşdur. Bugün doğrudan da qarşımızda fərqli, amma bir o qədər də dərin bir fəlsəfi xəritə var. Bəli, bugünkü tədqiqatımızın əsasını Caner Taslamanın Niyə Müsəlmanam adlı kitabından seçilmiş olduqca iddialı fəsillər təşkil edir. Məqsədimiz də sadəcə budur. Müəllifin qədim dini mətnləri, xüsusilə də Quran ayələrini, müasir kosmologiya, fizika və hətta biologiya ilə necə sinxronlaşdırdığını araşdırmaqdır. Yəni, o əlaqəni necə qurduğuna baxacağıq? Eynən. Amma baxın, elə ən başdan mütləq şəkildə qırmızı bir xat çəkmək istəyirəm. Bu təhlildə bizim məqsədimiz hər hansı bir dini inancı təbliğ etmək, hansısa arqumentin vəkili olmaq və ya kiminsə tərəfini tutmaq deyil. Qətiyyən. Bəli, biz sadəcə məlumatı çatdırırıq, tərəfsiz şəkildə. Tam olaraq. Çünki biz bilirik ki, siz yəni hər zaman daha çox öyrənməyə can atan dinləyicimiz, sadəcə quru faktlardan və ya kiminsə sizə neyisə diktə etməsindən yorulmuşsunuz. Sizə məlumat asimetriyasından uzaq, təmiz, analitik bir baxış lazımdır. Biz də bugün məhz bunu edəcəyik. Deməli, müəllifin elmi və tarixi arqumentlərini masaya qoyub, onların necə işlədiyinə, daha doğrusu, bunun arxasındakı məntiq nədir sualına cavab axtaracaq. Bəli, kosmosdan tutmuş, öz DNT-mizə qədər uzanan maraqlı bir səyahət olacaq bu. Səyahətə başlamazdan əvvəl, bəlkə də müəllifin bu kitabı yazarkən hansı fəlsəfi alətdən istifadə etdiyini qısaca anlamaq lazımdır. O, fəlsəfədə məşhur olan ən yaxşı açıqlama olaraq nəticə çıxarma metodunu tətbiq edir. O metodu necə izah edərdik ən sadə dildə? İhanı sevinclə havaya tullanarkən, Emrini isə kənarda kədərli yorulmuş şəkildə oturarkən görürsünüz. İndi əlinizdə yarışı kimin qazandığını sübut edən bir video yoxdur. Amma müşahidələrim var. Düzdür. Bəs əlinizdəki bu müşahidələri ən yaxşı nə izah edir? Əlbəttə ki, Melihanın qalib gəlməsi. Bəli, müəllif də eyni metodologiyanı kainatın yaradılışına tətbiq edir. Təbiətdəki qanunları görürük, o möhtəşəm mürəkkəbliyi görürük. Bəs bu mənzərəni ən məntiqi şəkildə nə izah edə bilər? Materializm, yəni hər şeyin sonsuzdan bəri təsadüfən var olması, yoxsa şuurlu bir dizayn? Bax, bu sual bizi birbaşa ən böyük sirrə, yəni kainatın başlanğıcına aparır. Çünki mənbədə deyilir ki, 1920-ci illərə qədər elm əslində tam başqa bir hekayəyə inanırdı. O sabit kainat modeli. Aristotel və Newtonun vaxtlarından qalan inanc. Eynən, o cür nəhənglər belə kainatın hərəkətsiz, stabil və sonsuzdan bəri var olduğunu düşünürdülər. Yəni, ortada hansısa bir başlanğıc ehtiyacı ümumiyyətlə yox idi. Amma sonra oyunun qaydaları dəyişir. Müəllif entropiya qanunu və Big Bang, yəni böyük partlayış nəzəriyyəsini masaya qoyur. Və bu hər şeyi alt-üst edir. İcazə verin, burada bir anlıq dayanaq. Düşündükcə beynim biraz qızışır açığı. Bu entropiya qanununu dinləyicimizin üçün lap sadələşdirə bilərikmi? Bu qanun niyə kainatın əzəli, yəni sonsuz ola bilməyəcəyini sübut edir axı? Əla sualdır. Fizikada entropiyanı ən sadə dillə belə deyək, nizamsızlığa doğru meyl adlandırmaq olar. Düşünün ki, otaqdan masanın üzərinə isti bir fincan qəhvə qoymusunuz. Bir neçə saatdan sonra nə olur? Yəqin ki, qəhvə otaq temperaturuna qədər soyuyur. Tam olaraq. İstilik otağa yayılır və bir daha yəni heç vaxt öz-özünə o fincanın içinə qayıdıb, qəhvəni yenidən isitmir. Kainat da eynilə belədir. Qanun deyir ki, kainatdakı enerji getdikcə paylanır və sistem soyuyur. Yəni tükənir bir növ.
Bəli. Əgər kainat sonsuzluqdan bəri, yəni əzəldən bəri var olsaydı, o qəhvə fincanı çoxdan, həm də tamamilə soymuş olardı. Yəni kainatdakı bütün enerjinin fəaliyyəti bitmiş, ulduzların hamısı sönmüş olardı. Lakin biz bugün kosmosa baxırıq ki, ulduzlar hələ də yanır, enerji hələ də hərəkətdədir. Deməli, kimsə o qəhvəni masaya yaxın keçmişdə, daha doğrusu müəyyən bir zaman dilimində qoyub. Bəli, yəni hər şeyin başladığı isti və sıx bir an, bir sıfır nöqtəsi mütləq var. Bəli, bu da 13,8 milyard il əvvəlki o məşhur partlayış anıdır. Və burada işlər həqiqətən, necə deyərlər, çox maraqlı bir hal alır. Çünki mənbəmiz bu modern kosmoloji kəşfi götürür və 7-ci əsrdə Ərəbistan yarımadasında yazılmış bir mətndən, yəni Quranla yan-yana qoyur. Məsələn, Ənbiya surəsi 30-cu ayədəki bir cümlə mənim diqqətimi çox çəkdi. Orada deyilir ki, göylər və yer bitişik ikən onlara ayırdığımızı görmürlərmi? Bəli, o məşhur rac və fatq qavramları. Eynən. Müəllif iddia edir ki, buradakı rac, yəni bitişik bir-birinə keçmiş və fatq, yəni ayrılma, partlayaraq yarılma sözləri məhz o sıxışmış nöqtədən başlayan Big Bang prosesini ifadə edir. Hətta Fussilə surəsi 11-ci ayədə kainatın ilk mərhələlərində qaz halında olduğuna da işarə edilir. Hansı ki, bu da kainatın ilk dövrlərində hidrojen və helyum buludlarından formalaşması faktı ilə tamamilə üst-üstə düşür, amma kitabın argumentləri bununla da bitmir, bəlkə də astrofizikadakı ən böyük zəlzələlərdən biri kainatın dinamik olması, yəni genişlənməsi kəşfidir. Zariyat surəsi 47-ci ayə məsələsi. Bəli, orada çox spesifik bir cümlə var, kainatı biz genişləndirməkdəyik. Bu cümlə əsrlər boyu alimləri və tərcüməçiləri çox düşündürüb əslində, çünki insan yerdən səmaya baxanda göyün eyni qaldığını, hərəkətsiz olduğunu görür. Lakin 1920-ci illərdə Einstein'in nəzəri hesablamaları və Edwin Hubble'ın o nəhəng teleskopla etdiyi kəşflər hər şeyi dəyişdi. Subut etdilər ki, kainat hər saniyə bir şar kimi şişərək böyüyür. Lakin, bax, elə burada mən məsələyə tam tənqidi bir bucaqdan yanaşmaq istəyirəm. Dinləyicimizin də ağlına yəqin ki, belə bir şübhə gəlir. Yaxşı, bəs 7-ci əsrdə kimsə səhraya çıxıb, ulduzlara baxıb, təsadüfən heç bir riyazi hesablama falan olmadan göy genişlənir deyə bilməzdimi? Yəni təsadüfən atıb tutmaq? Bəli də. Bəlkə bu sadəcə qafiyə xatirinə və ya poetik bir ilhamla yazılmış gözəl bir məcazdır. O dövrdə teleskop yox idi. Səmanın böyüdüyünü başqa necə görmək olar ki? Sizin bu şübhəniz çox yerindədir. Lakin Taslamanın kitabı və ümumiyyətlə elm tarixi bu cür təsadüf ehtimalının qeyri-mümkünlüyünü bir neçə amillə izah edir. Birincisi, göyün genişlənməsinə adi çıltaq gözlə görmək fiziki olaraq imkansızdır. Hubble bunu sübut etmək üçün optikadan, daha dəqiqi Doppler effektindən istifadə etmişdi. Doppler effekti. O nədir ki? Bunu ən yaxşı səs dalğaları ilə izah etmək olar. Təsəvvür edin ki, küçədə durmusunuz və uzaqdan bir təcili yardım maşını sizə tərəf gəlir. Maşın yaxınlaşdıqca siren səsi necə olur? İncəlir və yüksəlir, elə deyil? Hə, uzaqlaşanda da səsi qalınlaşır, bəm olur. Bəli. İşığın da eyni ilə belə bir dalğa xüsusiyyəti var. Bizdən uzaqlaşan ulduzların işığı, işıq spektrində qırmızı rəngə doğru sürüşür. Buna redshift deyirlər. Hubble mələng teleskopu ilə baxanda gördü ki, demək olar ki, bütün qalaktikalar qırmızıya sürüşür. Yəni onlar bizdən və eyni zamanda bir-birindən davamlı olaraq uzaqlaşır. Tamamilə elədir. Optika, xüsusi prizmalar və nəhəng linzalar olmadan bunu anlamaq ehtimalı sıfırdır. Həm də unudulmamalıdır ki, 7-ci əsrdə qəbul edilən miflər kainatın yerin ətrafında fırlandığı, dünyanın isə ya nəhəng bir heyvanın buynuzlarında, ya da hansısa sütunlar üzərində durduğu yönündə idi. Belə bir elmi cəhalət mühitində əsrlər sonra çıxacaq astrofizika qaydası ilə eyni cümləni qurmaq sadəcə təsadüfi uydurma kimi qəbul edilə bilməz. Aydındır. Deməli, bayaq bəhs etdiyimiz ən yaxşı açıqlama metodu bizi kainatın arxasında düşünülmüş bir sistem olduğuna aparır. Yaxşı, tutalım ki, kainatın bir başlanğıcı var və o genişlənir. Lakin bu sistemin öz daxilində çökməməsi üçün hansı qanunlar var? Kitabda bunu oxuyanda oradakı bəzi rəqəmlər hərfi mənada beynimi yandırdı.
Xüsusən də kainatdakı o həssas nizam, yəni fiziklərin fine tuning dediyi məsələ. Ha, fine tuning. Bu, müasir fizikanın bəlkə də ən çox heyrətləndiyi məqamlardan biridir. Kainatın genişlənmə sürəti ya da atomların daxilindəki qüvvələr o qədər dəqiq, o qədər inanılmaz bir tarazlıqdadır ki, ən kiçik cüzi bir sapma belə hər şeyi məhv edərdi. Məsələn, zəif nüvə qüvvəsi kimi. Bəli, elə kitabda qeyd olunan zəif nüvə qüvvəsini götürək. Bu qüvvə ulduzların daxilindəki nüvə reaksiyalarını tənzimləyir. Əgər bu qüvvə 10 üstü 100-də 1, yəni 1-in yanında 100 dənə 0 nisbətində belə fərqli olsaydı, kainatdakı proseslər tamamilə dəyişərdi. Vay, bu dəhşət rəqəmdir. Ya ulduzlar çox sürətlə yanıb kül olar və həyat yaranmazdı, ya da karbon, oksigen kimi həyat üçün vacib olan ağır elementlər heç vaxt ümumiyyətlə formalaşmazdı. 10 üstü 100-də 1. Dinləyicilərimiz üçün bu rəqəmin nə demək olduğunu mənəvi olaraq biraz hiss etdirmək istəyirəm. Bu sadəcə çox sıfır olan yeşə bir ədəd deyiləsində. Görünən kainatdakı bütün atomların sayı belə bu rəqəmdən dəfələrlə kiçikdir. Bayaq epizodun əvvəlində seyf şifrəsi demişdik. Təsəvvür edin ki, dünyanın bütün okeanlarındakı, bütün səhralarındakı qum dənələrini bir araya yığmışıq. Belə nəhəng bir dağ. Aha, ağlasığmaz bir mənzərədir. Kimsə o qum dənələrindən yalnız birinə kiçik bir işarə qoyub və o dənəni qatıb o qlobal qum yığınına. İndi sizdən xahiş olunur ki, gözünüzü bağlayıb, əlinizi o nəhəng dağa atıb, ilk cəhdəcə həmin işarələnmiş qum dənəsini tapasınız. Bu, riyazi olaraq qeyri-mümkündür. Kitab da bizə məhz bunu deyir ki, bizim yaşaya biləcəyimiz bir kainatın fiziki qanunlarının təsadüfən belə dəqiq qurulma ehtimalı, bax o qum dənəsini tapmaqdan belə qat-qat azdır. Çox gözəl bir təsvirdir əslində və bilirsiniz, bu dəqiqlik təkcə fiziki qüvvələrdə deyil, elə zamanın öz təbiətində də qarşımıza çıxır. Biz həmişə zamanın hər yerdə eyni sürətlə axan, sabit bir qatar olduğunu düşünürdük. Tik-tak, tik-tak, hər yerdə eyni. Bəli, amma Einsteynin nisbilik nəzəriyyəsi bizə tamamilə başqa bir şey öyrətdi. Zaman mütləq deyil, o sürətdən və gravitasiyadan, yəni cazibə qüvvəsindən asılı olaraq əyilə bilir. Yəni zaman tamamilə nisbidir. Müəllif burada diqqəti Səcdə surəsi 5-ci ayəyə çəkir, orada sizin saydığınız 1000 ilə bərabər bir gündən, Məaric surəsi 4-cü ayədə isə 50.000 il olan bir gündən bəhs edilir. Və bu, zamanın fərqli məkanlarda fərqli cür qavranılmasının ilk yazılı ifadələrindən biri hesab olunur yəqin ki. Gəlin, dinləyicimiz üçün bunu praktik bir örnəklə biraz da aydınlaşdıraq. Düşünün ki, hər gün işə getdiyiniz avtobus və ya metro yolundasınız. Sizin üçün o yol tıxaclı birlikdə düz 40 dəqiqə çəkir. Adi bir 40 dəqiqə. Bəli. Amma əgər siz həmin yola çox güclü bir gravitasiya sahəsindən, məsələn, nəhəng bir qara dəliyin yaxınlığından baxsaz, sizin o 40 dəqiqəniz orada bəlkə də 1000 illərə bərabər ola bilər. Məhz elədir. Elm adamları bunu fəlsəfədə 300 qardaşlar paradoksu və ya düşüncə təcrübəsi ilə çox yaxşı izah edirlər. Təsəvvür edin ki, 3 əkiz qardaş var. Biri dünyada qalır, digəri gravitasiyası yerdən qat-qat güclü olan Yupiterdə yaşayır, üçüncüsü isə işıq sürətinə yaxın bir sürətlə kosmosda uçan gəmidədir. 10 illiklər sonra onlar yenidən bir araya gələndə fiziki qanunlara görə dünyada qalan qardaş ən yaşlı olacaq. Çünki zaman onun üçün daha sürətlə axıb. Bəli. İşıq sürətinə yaxın uçan qardaşı isə bəlkə də heç yaşlanmamış olacaq. 7-ci əsrdə saatın yalnız günəş kölgələri ilə ölçüldüyü bir sivilizasiyada zamanın belə genişlənə biləcəyini və məkana görə dəyişdiyini ifadə etmək, müəllifin ən çox güvəndiyi və vurğuladığı arqumentlərdən biridir. Çox maraqlıdır. Biz kosmosun dərinliklərindən, Big Bang və fizikanın sərhədlərindən xeyli danışdıq. Lakin yaşamağımız üçün gərəkli olan riyazi dəqiqlik yalnız yuxarıda, yəni kosmosda deyil. İndi gəlin o böyük fəzadan öz kiçik evimizə, yəni yer kürəsinə qaydaq. Yerin öz qanunlarına. Bəli, çünki mənbəyimiz iddia edir ki, hər gün ayağımızı bastığımız bu planetin arxitekturası və hətta üzərində gəzdiyimiz suların dibi belə ancaq son əsrlərdə kəşf edilən sirlərlə doludur. Elədir ki var. Planetin geologiyası və atmosferi qüsursuz bir qalxan kimi işləyir. Kitabda Talaq surəsi 12-ci ayəyə istinad edilir. Orada 7 göy və dünyada da bir o qədərinin, yəni eyni sayda təbəqənin yaradılmasından bəhs edilir.
Uzun illər bu 7 rəqəmi sadəcə çoxluq bildirən bir məcaz kimi anlaşılırdı, elə deyil. Tamamilə. Amma müasir geologiya və meteorologiya yerin strukturunu incələyəndə fərqli bir mənzərə tapdı. Yerin daxili strukturu, nüvə, mantia, yer qabığı daxil olmaqla, xarici atmosferi isə troposfer, stratosfer, mezosfer, termosfer olmaqla, fiziki, temperatur və sıxlıq baxımından düz 7 əsas və kəskin fərqlənən təbəqəyə bölünür. Və bu təbəqələrin belə deyək, sadəcə adları yox, həm də çox kritik funksiyaları var. Mənbə, Ənbiya surəsi 32-ci ayədəki səmanın qorunmuş bir tavan kimi tanıdılmasına toxunur. Biz bunu bugün elmdə Van Allen qurşaqları ilə əlaqələndiririk. Bu qurşaqların əhəmiyyətini bəzən unuduruq əslində. Hə, onlar olmasa məhv olarıq. Düzdür. Əgər yerin maqnit sahəsinin yaratdığı o tavan olmasaydı, Günəşin öldürücü radiasiya küləkləri və kosmik meteoritlər atmosferimizi qoparıb aparardı. Okeanlar buxarlandırar və yeri saniyələr içində Mars kimi quru ölü bir səhraya çevirərdi. Qorunmuş tavan məhz budur. Sonra isə dağlar mövzusu gəlir ki, bu da çox maraqlıdır. Nəbə surəsində dağların bir dirək adlandırıldığını görürük. Bugünə qədər insanlar dağları sadəcə yerin üzərindəki daş yığınları, böyük təpələr kimi baxırdılar. Dağ necə bir dirək, bir mismar ola bilər axı? Bax, bu sualın cavabını bizə lövhə tektonikası, yəni litosfer tavalarının hərəkəti verir. Müasir dövrdə seismik dalğalarla yerin altı, belə deyək, rentgen edildikdə, məlum oldu ki, dağlar əslində iceberglər kimidir. Biz onların yalnız çox kiçik bir hissəsini görürük üstdə. Kökü dərindədir yəni. Bəli, yerin səthində 5-8 kilometr yüksələn Himalay dağlarının yerin dərinliyinə doğru litosferaya batan 30-40 kilometrlik nəhəng kökləri var. Bu köklər eyni ilə bir mismar kimi yer qabığını altındakı mantiyaya bağlayır, tektonik plitələrin həddən artıq sürüşməsinin və qitələrin parçalanmasının qarşısını alır. Möhtəşəm bir sistemdir. Bir də Zümər surəsi 5-ci ayədə bəlkə də ən vizual bənzətmələrdən biri var. Gecə və gündüzün bir-birinin üzərinə yükəvviru edilməsi, yəni dolanması. Müəllif bunu necə izah edir? Bu feil ərəbcədə yuvarlamaq, məsələn, başa çalmaq və ya sarıq-sarmaq deməkdir. Gecə və gündüzün düz bir xətt boyunca əvəzlənməsi deyil, məhz yuvarlanaraq bir-birinin üzərinə dolanması dünyanın sferik, yəni kürə şəklində olduğunu tam olaraq hərfi mənada təsvir edir əslində. Planetin səthini kifayət qədər gəzdik deyəsən. İndi isə gəlin dənizlərə girək. Çünki dənizlərlə bağlı hissə məni oxuyanda ən çox ayaq saxladan yer oldu açığı. Rəhman surəsi 19 və 20-ci ayələr. İki dənizin bir-birinə qovuşması, amma aralarındakı əngələ görə sularının bir-birinə qarışmaması. Hə, o məşhur qarışmayan sular məsələsi. Bəli, bəli. İndi gəlin məsələyə yenə biraz o tənqidi şübhəçi mövqedən yanaşaq. Düşünürəm ki, tutalım qədim zamanlarda bir dənizçi və ya səyyah öz gəmisi ilə fərqli rəngli suların kəsişdiyi bir yerə gedib çıxıb. Suyun bir tərəfi tünd mavi olub, o biri tərəfi isə yaşımtıl. Vizual olaraq fərq edib yəni. Eynən. Bunu adi gözünə görüb, sonra geri qaydanda bunu oturub bir hekayə kimi əhaliyə danışması mümkündür də, elə deyilmi? Niyə biz buna mütləq elmi bir möcüzə deməliyik ki? Baxın, bu çox yayılmış və əslində tamamilə başa düşülən bir etirazdır, amma müəllif taslaman izah edir ki, məsələ sadəcə səthdəki suyun rəngində deyil, suyun sırf kimyasındadır. Məsələn, 2010-cu ildə okeanoloqlar Qara dənizin dibində və ya New Jersey sahillərində tamamilə fərqli su kütlələri kəşf etdilər. Suyun dibində. Hə. Bəli, bu sular səth gərginliyi, fərqli duzluluq və sıxlıq səbəbindən bir-birinə qovuşsalar da asanlıqla qarışmırlar. Halaklin və termaklin təbəqələri deyirlər buna elmdə. Eyni ilə zeytun yağı və suyun eyni stəkanda olması kimi. Lakin sizin o gözlə görə bilərdi etirazınıza ən yaxşı elmi cavab Nur surəsi 40-cı ayədə gizlidir məncə. Orada nə deyilir ki? Orada dənizin altındakı zülmət qaranlıqdan və insanın dalğa üstündə dalğa ilə örtülməsindən bəhs edilir. Fikir verin, tək bir dalğa yox, üst-üstə dalğalar. Aha, bir dəqiqə. Yəni, suyun altındakı görünməz dalğalardan danışılır. Məhz, insan dənizə üzdən baxanda ancaq səthdə küləyin yaratdığı dalğaları görür. Lakin fizika bizə deyir ki, okeanların dərinliklərində
o yuxarıda qeyd etdiyim fərqli sıxlığa malik su kütlələrinin sərhədində nəhəng iç dalğalar yaranır. İç dalğalar. Maraqlıdır. Bəzən bu iç dalğaların hündürlüyü 100 metrə belə çatır, lakin səthdən baxanda heç vaxt bilinmir. Üstəlik, okeanın 1000 metr dərinliyindən sonra işıq tamamilə yoxa çıxır və oradakı mühit hərfi mənada zülmət qaranlığa çevrilir. O zaman belə çıxır ki, bunu çılpaq gözlə görmək qeyri-mümkündür. Bəli, indi düşünək, iç dalğaları və dənizin bu qədər dərin qaranlığını çılpaq gözlə, hətta ən uzaq görən bir dənizçinin belə müşahidə etməsi mümkündürmü? Xeyr. Suyun altındakı bu arxitekturanı və zülmət qaranlığı görmək üçün ancaq 17-ci əsrdə ixtira edilən sualtı qayğılara və güclü işıqlandırma texnologiyalarına ehtiyac var idi. Deməli, mətn doğrudan da sadəcə rəngi deyil, suyun görünməz arxitekturasını təsvir edir. Yeri gəlmişkən, qədim insanın vizual olaraq təcrübə edə bilməyəcəyi biologiya mövzusunda mənbədə başqa bir kiçik detal da diqqətimi çəkmişdi. Hansı detal? Ənam surəsi 125-ci ayədə göyə qalxdıqca sinənin daralmasından bəhs edilir. Bilirsiniz, əgər kimsə nə vaxtsa çox yüksək hündürlüklərə dağ dırmaşması etmişsə və ya təyyarədə o təzyiq problemini yaşayıbsa, ciyərlərin oksigensizlikdən necə yandığını, o havasızlığı mütləq hiss edib. Təbii ki, hipoksiya vəziyyəti. Amma gəlin düşünək, 7-ci əsrdə nə hava şarı, nə də təyyarə var idi. Düzdür, insanlar dağlıq ərazilərdə yaşayırdılar, lakin insanın ciyərlərini o dərəcədə daraldacaq qədər, məsələn, 8-10 min metr hündürlüyə çıxması heç bir texnologiyasız qeyri-mümkün idi axı. Deməli, bu bioloji reallıq da əslində insan təcrübəsini üstələyir. Tamamilə razıyam. Müəllif də kosmosdan və coğrafiyadan fərqli olaraq sırf insan biologiyasına aid olan belə həssas detalların mətnə təsadüfən daxil edilə bilməyəcəyini vurğulayır. Və bununla biz əslində tədqiqatımızın mikrokosmos, yəni o gözlə görünməyən incə tənzimləmələr hissəsinə bir növ keçid almış oluruq. Düzdür. Və mənbə bizə göstərir ki, ən böyük sir heç də uzaq qalaktikalarda falan deyil. Elə mikro səviyyədə. Gündəlik gördüyümüz bitkilərin və həşəratların dizaynındadır. Məsələn, bitkilərin tənəffüsü ilə bağlı olan o qəribə ayəni götürək. Təkvir surəsi 18-ci ayədə nəfəs almağa başladığı zaman səhər ifadəsi işlənir. Hə, o məşhur metafora kimi görünən ayə. Mən bunu ilk dəfə oxuyanda sözün düzü düşündüm ki, vau, nə qədər poetik, nə qədər romantik bir ifadədir. Səhərin nəfəs alması. Lakin kitab deyir ki, yox. Bu heç də sadəcə poeziya deyil. Çünki bioloji cəhətdən sən vaxtı ilə nəfəs almaq arasında çox həssas, çox dəqiq bir kimyəvi əlaqə var. Heyvanlar və insanlar gecə-gündüz fərq etmədən daim nəfəs alırlar. Lakin bitkilərdə bu proses tamam fərqlidir. Fotosintezi nəzərdə tutursunuz. Bəli. Günəş işığı səhər vaxtı ilk dəfə yer üzünə bitkilərin yarpaqlarındakı xlorofillərə vurduğu an bitkilər fotosintezə başlayır. Havadan karbondioksidi udur və böyük miqdarda oksigen buraxırlar. Yəni, bütün planet sözün əsl mənasında nəhəng bir orqanizm kimi oksigenlə nəfəs almağa başlayır səhər açılanda. Möhtəşəmdir, həqiqətən. Səhərlə oksigen istehsalı arasındakı bu qırılmaz bağlılıq yalnız 18-ci və 19-cu əsrlərdə Jean Senebier və Robert Mayer kimi alimlərin fotosintezi tam kəşfi ilə aydın oldu. O dövrün mətnlərində səhərin qaranlıqdan çıxıb məhz nəfəs feili ilə hallandırılması müəllifə görə təbiətin elmi sirrinin kəlmələrə kodlanmasıdır. Yeni kodlar demişkən, mənbədə oxuduğum və məni bəlkə də ən çox şoka salan, doğrudan da aha deməyimə səbəb olan yer həşəratlarla bağlı hiss oldu. Arılar məsələsini deyirsiniz yəqin. Hə, əsrlərlə biz arıya kral arı demişik, elə deyilmi? Cəmiyyət o qədər əmin idi ki, peteyi yaradan, işləyən, bal gətirən o lider arı mütləq erkək, yəni dominant bir kişi fiquru olmalıdır. Amma Nəhl surəsində arıların petek kurması və bal toplaması haqqında danışılarkən, ərəb dilinin qrammatikasına görə bu feillərin hamısı xüsusi olaraq dişi qrammatik formada verilir. Bəli, qadın cinsi formasında yazılıb orada feillər. Kitab xüsusi yazır ki, mətin israrla onlara qadın cinsində xitab edir. Düşünürəm də, bəs o dövrün, eləcə də sonraki əsrlərin tərcüməçiləri bunu görəndə necə həzm edirdilər bunu? Niyə buna etiraz etmirdilər ya da dəyişdirmirdilər?
Yəqin ki, onlar bunu ərəb dilinin qəribə bir lingvistik istisnası, sadəcə qrammatik bir qayda, bir stil kimi qəbul ediblər. Əsl məna isə 17-ci əsrdə gün üzünə çıxdı. Jan Swammerdam adlı bir alim ilk dəfə mikroskop altında arıların anatomiyasını incələdi və bütün arı cəmiyyəti anlayışına alt-üst edən bir kəşf etdi. Sən demə, kral yox, kraliçəymiş. Bəli, məlum oldu ki, petəyi quranda, o çiçəklərdən nektar toplayan işçi arılarda, hətta koloniyanı idarə edən də əslində ancaq dişilərdir. Erkək arıların tək bir funksiyası var, o da yalnız qısa müddətli cütləşmədir və cütləşdikdən çox qısa müddət sonra ölürlər. Heç bir iş görmürlər. Yəni mətnin o vaxtki qrammatikası 1000 il əvvəldən biologiyanın hələ ixtira olunmamış linzalarından daha dəqiq görürdü bu həqiqəti. Və ən qəribəsi odur ki, bu eyni qrammatik incəlik hörümçəklərə də tətbiq olunur. Mənə görə bu daha da qorxuducu və maraqlı bir detaldır. Ənkəbut surəsində yuvanı hörən dişi hörümçəkdir qrammatik olaraq. Mənbəmiz izah edir ki, bioloji olaraq həqiqətən də o nəhəng, möhtəşəm torları quranlar məhz dişi hörümçəklərdir. Lakin ayədəki bənzətmə başqadır orada. Bəli, ayədə başqa bir detal var. Hörümcəyin evinin ən etibarsız və ya ən zəif ev olması bənzətməsi. Əgər fiziklərdən soruşsanız deyəcəklər ki, yox, hörümçək torunun ipi eyni qalınlıqdakı poladdan 5 dəfə daha möhkəmdir. Bəs o zaman niyə bu ev etibarsızdır? Çünki kitab izah edir ki, məsələ torun fiziki möhkəmliyində deyil, oradakı bioloji təhlükədədir. Eynən. Çünki dişi hörümçəklərin əksəriyyəti cütləşdikdən dərhal sonra amansızcasına öz erkəyini öldürüb yeyir. Yəni, evə sığınan o yazıq erkək hörümçək üçün o fiziki cəhətdən çox möhkəm olan tor əslində içində sığınacağı ən təhlükəsiz yer deyil. Tam əksinə, həyatını itirəcəyi dünyanın ən etibarsız və qanlı evidir. Yəni, mətn burada memarlığın möhkəmliyinə deyil, birbaşa yuvanın daxilindəki heyvan davranışına, o vəhşi instinktlərə istinad edir. İnanılmazdır həqiqətən. Bu dərəcədə kiçik həşəratların həyatından çıxıb insanın öz genetikasına və yaranışına keçəndə də oxşar bir hekayənə rastlaşırıq əslində. İnsanın embriologiyası barədə. Bəli, mənbəmiz qeyd edir ki, embriologiya sahəsindəki qədim miflər tamamilə yanlış idi o dövrdə. İnsan surəsi 2-ci ayədə insanın sadəcə bəsit bir toxumdan deyil, qarışıq bir damla sudan yarandığı xüsusi qeyd olunur. Müasir tibb də bizə göstərdi ki, sperma mayəsi tək bir bəsit maddə deyil. O, prostat, toxum kisələri və müxtəlif vəzlərin ifrazatından ibarət çox mürəkkəb bir kimyəvi qarışıqdır. Və üstəlik kitabda o milyonlarla sperma arasından sadəcə birinin ayrılıb seçilməsi, o özdən yaranma məsələsi qeyd olunur. Amma burada ən kritik tapıntılardan biri fərqlidir məncə. Hansıdır o? Genetik olaraq uşağın cinsiyyətinin təyini. Nəcm surəsi 45 və 46-cı ayələrdə cinsiyyətin atadan, yəni axıdılan məni damlasından asılı olduğu yazılır. Baxın, tarix boyu böyük krallıqlardan tutmuş ən kiçik kəndlərə qədər əgər dünyaya oğlan uşağı gəlmirdisə, hər zaman qadın günahlandırılırdı. Düzdür, həmişə qadın təzyiq görürdü buna görə. Bəli. Amma genetika və xromosomların kəşfi ilə tam olaraq sübut olundu ki, qadının yumurtasında yalnız X xromosomu var. Uşağın cinsiyyətini müəyyən edən atadan gələn spermanın X və ya Y xromosomu daşımasıdır. Yəni, uşağın qız və ya oğlan olmasını təyin edən qadın deyil, sırf kişinin toxumudur. Cəhalətin tüğyan etdiyi bir dövrdə cinsiyyət təyini üçün məhz o, mənim damlasının ünvan göstərilməsi kitabın ən güclü bioloji arqumentlərindən biridir həqiqətən. Düşünəndə bu qədər dəqiq bioloji reallıqların insanları əsassız günahlandırmaqdan, tarixi haqsızlıqlardan necə xilas edə biləcəyini görürsən. Yaxşı, biz bugün çox uzun və dərin bir yoldan keçdik sizinlə. Həqiqətən, çox geniş miqyaslı mövzulara toxunduq. Bəli, başlanğıcı olan kosmosdan, entropiyadan, zamanın nisbiliyindən tutmuş, okeanın o qaranlıq iç dalğalarına və hətta mikroskopik arıların cinsiyyətinə qədər. Gəlin, dinləyicimiz üçün bütün bu fəlsəfi mənzərəni yekun olaraq bir yerə toplayaq. Caner Taslamanın kitabı əslində ortada qədim bir mətnin iddiaları ilə təbiətin və kainatın dəyişməz qanunları arasında çox güclü, sinxron bir harmoniya olduğunu sübut etməyə çalışır. Bir növ bunların bir-birini inkar etmədiyini göstərir. Tam olaraq.
Mənbəmiz bunu heç cür sadə tarixi təsadüflərlə izah edilə bilməyəcək, arxasında rasional, ilahi bir zəka və tənzimləmə olan şuurlu bir mexanizm kimi təqdim edir. Kitabın incələdiyimiz bütün fəsillərinin gəldiyi ortaq nəticə də elə budur. Əgər bu qədər müxtəlif və bir-birindən fərqli sahələrdə, yəni istər astrofizika, istər geologiya, istərsə də embriologiya olsun, irəni sürülən o qədim cümlələr müasir dövrün mürəkkəb kəşfləri ilə tam ayaqlaşırsa, o zaman tətbiq etdiyimiz o ən yaxşı açıqlama metodu bizi yalnız bir məntiq aparır. Kainatın qanunlarını fiziki olaraq yazan iradə ilə bu mətnlərdəki o qeyri-adi məlumatları ötürən iradə eynidir. Bilirsiniz, biz gündəlik həyatımızda çox vaxt bunları heç fərq etmirik. Siz hər gün işə gedərkən səhər işığının ağaclara düşməsini, uzaqda dumanlı dağları ya da bəlkə də bir küncdə hörümçəyin səssizcə tor qurduğunu görürsünüz. Bu günlük tədqiqatımız adətən gözümüzün öyrəşdiyi, sıradan və sadə hesab etdiyimiz, lakin əslində dəhşətli dərəcədə mürəkkəb riyazi düsturlar və çox həssas bioloji sistemlər üzərində duran bu reallıqlara yeni bir fəlsəfi pəncərədən baxmağı öyrədir bizə. Və bəlkə də ən əsası bizi bu nəhəng kainata, təbiətə və tariximizə qarşı daha diqqətli, daha çox sual verən bir müşahidəçiyə çevirir. Tam olaraq belədir. Və mən bugünkü təhlilimizi dinləyicimiz üçün provokativ, düşünməyə vadar edən bir sualla bitirmək istəyirəm. Gəlin hamımız bir anlıq bu barədə düşünək. Texnologiyamız, yəni o nəhəng teleskoplar, dərinlərə enən o sualtı qayıqlar, mikroskoplar inkişaf etdikcə, qədim mətnlərdə sadəcə qafiyəli, poetik bir təşbih hesab etdiyimiz cümlələrin əslində tamamilə hərfi, fiziki və elmi reallıqları əks etdirdiyini gördük. Aha, doğru. Əgər elm hələ də sərhədlərini dayanmadan genişləndirirsə, kim bilir, bugün göz ucuyla baxıb yalnız qəribə bir metafora adlandıraraq üstündən keçdiyimiz başqa hansı qədim cümlələr, bəlkə də 50 və ya 100 il sonra laboratoriyada kəşf edəcəyimiz növbəti böyük elmi qanunun düsturunu özündə gizlədir. Bəlkə də ən böyük elmi kəşflər heç də həmişə gələcəkdə deyil, elə keçmişin o kənara qoyulmuş tozlu səhifələrində bizi gözləyir. O şifrə həmişə oradadır, sadəcə bizim onu oxuyacaq texnologiyamız hələ ora çatmır bəlkə də. Mənbələri belə qeyri-adi bir tərəfdən incələyib kəşf etmək həqiqətən valeh edici idi. Bizi sona qədər dinlədiyiniz üçün təşəkkürlər. Hər zaman oxumağa, fərqli pəncərələrdən baxmağa və sirlərin dərinliyinə dalmağa davam edin.